Modulda x 2 tam 5'te 3'dən kiçik bərabərsizliyinin tam həllər çoxluğunu yazın. Bir ədədin əgər modulu 2 tam 5'te 3'dən kiçikdirsə, onda bu ədəd 2 tam 5'te 3'dən kiçik, lakin mənfi 2 tam 5'te 3'dən böyükdür. Çünki ədəd oxu üzərində, məsəl üçün, burada bir mənfi 2 götürsək və burada da 2 götürsək, mənfi 2 ilə 2 arasında yerləşən ədədlərin modulları hamısı 2-dən kiçikdir. Lakin mənfi 2-dən və solda və 2-dən də sağda yerləşən ədədlərin modulları isə 2-dən böyükdür. Və burada yerləşən ədədlərə baxaq. X-in ala biləcəyi tam qiymətlər mənfi 2 əyən ədəd oxu üzərində də qeyd edə bilərik. Burada mənfi 2 tam 5'te 3, burada isə müsbət 2 tam 5'te 3 varsa, hansı ədədlər olacaq? Mənfi 2, mənfi 1, 0, 1 və 2. Yəni, mənfi 2, mənfi 1, 0, 1, 2 variantı doğru cavabdır.